Əziz şagirdlər, mən Birlik Təhsil Mərkəzinin tarix müəllimi Xəyyəm müəllim sizlər üçün 17 may 2026-cı il tarixdə OTK DMQM tərəfindən hazırlanmış 3-cü qrup 11-ci sinif tarix suallarının izahını verirəm. Kanalımıza abunə olmağı unutmayın. 31-ci sual. Şirvanşahlar dövlətinin cədvəldə verilən dövlətinin ümumi cəhətləri. Deməli, Qaraqoyunlu və Şirvanşahlar dövlətinin oxşarlığı, Teymurilər dövlətindən mübarizə aparmaları bu ikisinə də aiddir. Cəlalilər dövlətindən asılı vəziyyətə düşmələri bu Qaraqoyunlu dövlətinə aiddir. 16-cı əsrdə süqut etmək bu da Qaraqoyunlulara aid deyil. Bunlar getdi. Ağqoyunlu dövlətindən Şirvanşahların oxşarlığı, deməli, burada hakimiyyətini Şərqi Gürcüstana yaymaq Şirvanşahlar 1407-də yaymışdı. Bir də Səfəvilər tərəfindən süquta uğradılması, hər ikisinə Səfəvilər son qoyulub. Amma Qızıl Ordu dövlətinin hərbi yürüşünə Ağqoyunlular məruz qalmayıb. 1-ə A, 2-yə B, C. Birinci sual Y variantı. 29 Bəhmən üsyanı nəyə qarşı yönəlmişdi? Qısa konkret Pəhləvi monarxiyasına qarşı yönəlmiş bir üsyan idi. Düzgün cavab Y variantı olur. Burada Qacar İngiltərə arasında saziş yoxdur. Həmin vaxtda 2-ci Dünya müharibəsində SSR bunun da aidiyyəti yoxdur. Rıza Şahın hərbi polisi rejimində 1941-də süquta uğramışdı. 33-cü sual. Qədim Albaniya dövləti eradan əvvəl 3-cü əsrin ikinci yarısında Selevkilər dövlətindən asılı vəziyyətə düşmüşdür. Roma həmin vaxtı imperiya deyildi. Baryak üsyanı da 4-cü əsrdədir. Heç onda Atropatena dövlət deyildi. Albaniya dövləti eradan əvvəl 3-cü əsrin ikinci yarısında deməli burada yerli hökmdarların adına pul kəsilməyə başlanmışdı. Yenə Roma imperatoru yoxdur, feodalizm yoxdur. Düzgün cavab 1-ə B, 2-yə A. Düz cavab C variantı. Ərəb xilafəti Əməvilər və Abbasilər sülalələrinin hakimiyyət illərində müharibə apardıqları. Sasanilər süqut etmişdi artıq. Xəzərlərlə hər ikisində müharibə aparılıb. Bizans imperiyasından hər ikisində müharibə aparıb. Uyğurlar yoxdur, Axun yoxdur. Düzgün cavab 2-3 D variantı. 35-ci sual. 1-ci Dünya müharibəsi dövründə Osmanlı dövləti mübarizə aparmamışdı. Bolqarıstanla mübarizə aparmamışdı. Çünki onlarla eyni cəbhədə mübarizə aparırdılar. Digər variantlar Zaqafqaziya Seymindən mübarizə aparıb, Bakı Xalq Komissarlığı Sovetindən mübarizə aparıb, Gürcüstanla mübarizə var, Sentrokaspi ilə var. Qədim Hindistana ali tayfalar məskunlaşıb eradan əvvəl 2-ci minillikdə, 2-ci minilliyə aiddə Hitlərlə Kadeş müqaviləsidir, Misir tarixinə aid olan. Növbəti 37-ci sual, 11-13-cü əsrlər Azərbaycan şəhərlərinin oxşarlığı. Deməli, Şəddadilərin paytaxtı olmuşdur Gəncə şəhəri, 1-ə A variantı uyğun gəlir. Xarəzmşahlara qarşı üsyanın baş verməsi. Deməli, Xarəzmşahlara qarşı üsyan hər iki şəhərdə baş vermişdi. Ondan sonra Monqolların ilk yürüşü zaman dağıntılardan xilas olmuşdu. Deməli, bu da Gəncə şəhərinə aiddir. Ondan sonra deməli, Yusif ibn Küseyir türbəsi də Naxçıvanda inşa olunmuşdu. Cəlalilər dövlətinin paytaxtı heç birinə aid deyil. 1-ə A, C, 2-yə D, 3-ə B. Düzgün cavab A variantı. – 38-ci sualımız 2023-cü il lokal antiterror əməliyyatından əvvəlki dövrə aiddir. Şuşada Dünya Azərbaycanlıların 5-ci qurultayı 2022-ci ildə keçirilmişdir və düzgün cavab A variantıdır. Digərləri isə lokal antiterrordan sonra baş vermiş hadisələrdir. Neolit və neolit dövrlərindən fərqli olaraq Tunc dövründə bəllidir ki, üzümçülük və şərabçılıq yaranır və əmlak bərabərsizliyi daha da dərinləşmişdir. Düzgün cavab 2 ilə 4. Duluzçuluq neolitdədir, istehsal təsərrüfatı hər iki dövrdə mövcuddur. Ona görə 2-4 düzgün cavab Y variantı. Yeni iqtisadi siyasət haqqında proqram irəli sürülüb. Vyetnam müharibəsini başa çatdırmışdı. ABŞ prezidenti Richard Nixona aiddir. Daha əvvəl baş vermişdi. İngiltərədə 2-ci parlament islahatı 1867, Monroe doktrinası 1823, Fransada 2-ci imperiyanın yaradılması 1852, Sadova döyüşü 1866, San Stefano sülhü 1878. Düzgün cavab Monroe doktrinası 1823. Tiflisdə nəşr olunmuş Şərq Rus qəzeti adlı qəzetin redaktoru olmuş Azərbaycanlı ziyalısı. Bu Məmməd Ağa Şahtaxtinskidir. O da 2-ci Dövlət Dumasının deputatı seçilmişdi. Düzgün cavab D variantıdır. Qədim Roma dövlətinin tarixində Respublika dövründən fərqli olaraq imperiya dövründə bir xristianlara açıq ibadət etməyə icazə verilib. 313-cü ildə bir eramızın 2-ci əsrində qulların öldürülməsi qadağan olunur.
Parfiya üzərində qələbə əvvəldən də var idi. Kiçik Asiyada bir sıra ərazilər ələ keçirilməsi təbii ki, Respublika dövründə var idi. Düzgün cavab 2, 4, C variantı. Rusiya hökmdarı 1-ci Pyotrun həyata keçirdiyi islahatlar nəticəsində daimi nizami ordu və ilk hərbi donanma yaradılmışdı. Elə düzgün cavab A variantıdır. Növbəti sualımız 45 səbəblərə aid hadisə nəticələri qədərinin uyğunluğunu 1587-ci il saray çevrilişi baş verdi. Məhəmməd Xudabəndə hakimiyyətdən uzaqlaşdırıldı. Düzdür. Təbrizdə baş verən üsyan Şərqi Anadoluda yox, Azərbaycanın işğal olunmuş Osmanlı elə bil işğal etdiyi torpaqlarda üsyana səbəb olmuşdu. Sufyan döyüşün Mərənd müqaviləsi aidiyyəti yoxdur. 1622-ci ildə də Bağdad ərəb İraqını tabe elədi. Düzgün cavab 1-lə 4-dür, C variantıdır. Albaniya dövləti eradan 5-6-cı əsrlər tarixindən fərqli olaraq 7-8-ci əsrlər. Daxili müstəqilliyin son qoyulması bilirik ki, qısa və uzun mərzbanlıq dövrü 5-6-cı əsrlər, həm də 7-ci əsrə aiddir, bu getdi. İrsi və şərt torpaq mülkiyyəti yenə hər iki dövrdə var. Bərdə 5-ci əsrdən paytaxtdır. Burada qalır yalnız 4 Mehranlar sülaləsi 7-8-ci əsrin əvvəllərində hakimiyyətdə olmuşdu. Düzgün cavab A, yalnız 4. Deməli, xəritədə rəqəmlə verilmiş şəhərlərin hansı uyğunluqları var? 10-cu əsrin birinci yarısında paytaxt şəhər olmuşdu. 918-də paytaxta çevrilmiş Şamaxı şəhəridir. Yenə Marağanı da götürmək olar. Sacilər dövlətinin əvvəldən paytaxtı olmuşdu. Növbəti bir müddət Arranda məziyyətlərin iqamətgahı olmuşdu. Xəritədə Gəncə daha yaxındır. Yəni Gəncə şəhəri 859-cu ildə məziyyətlərin iqamətgahı olub. Əgər Bərdə fikirləşən varsa, Bərdə də məziyyətlərin iqamətgahı olmuşdu. Yenə götürmək olar. Sacilər dövlətinin ilk paytaxtı yenə Marağa şəhəridir. Ona görə düzgün cavab 1, 2, 5 Y variantı olur. Birinci Dünya müharibəsində Almaniya müttəfiq Osmanlı dövlətinə qarşı xain addım ataraq Sovet Rusiyasının gizli saziş bağladı. Almaniya hökuməti gizli sazişə əsasən müəyyən qədər neftin müqabilində Bakı Azərbaycan Osmanlı qoşunlarından qorumaqla bağlı öhdəlik götürürdü. Tarixi prosesin nəticəsində Sovet Rusiyası Bakıda hakimiyyətini bərpa edə bilmədi. Çünki Almaniya dövləti 1-ci Dünya müharibəsində məğlub olur və bunu yerinə yetirə bilmir. Şah Abbas və Nadir xan Əfşarın oxşarlıqları, Rusiyanın diplomatik danışıqların aparılması hər ikisində mövcuddur. Səfəvilər dövlətinin sərhədlərinin bərpa edilməsi hər ikisində mövcuddur. Xorasanda Şeybanilərlə Abbas müharibə aparır, Nadir Əfqanlarla mübarizə aparır. Mərkəzi Təbriz olan Azərbaycan bəylərbəyliyinin yaradılması bu Nadir Şahın dövrünə düşdüyünə görə 4-ü götürmürük. Düzgün cavab 1, 2 A variantıdır. 16-cı əsr Habsburglara qarşı Fransa ilə ittifaq qurmuşdu. Fransa xəritədə 4 yazılan yerdir. Düzgün cavab B variantı. 51-ci sual. Deməli, 19-cu əsrin ikinci yarısında Bakı şəhərin mədəni həyatında söhbət mədənidən gedir. Qubeylə mərkəzinə çevrilməsi mədəni deyil. İlk Qəza məktəbi birinci yarıdadır. Şəhər islahatının həyata keçirilməsi, deməli, bu şəhər islahatları sosial götürmək olur. Müəllimlər seminariyasının fəaliyyəti yoxdur. Orta təhsil verən İş Qız Gimnaziyası 1865-ci ildə. Düzgün cavab C variantıdır. Deməli, növbəti 52-ci sualımız. 16-cı əsr İngiltərədə Tudorlar 15-ci əsrdə gəlib, Anglikan kilsəsi düzdür. Deməli, torpaq sahələrinin çəpərlənməyə başlanması, çəpərlənmə 16-cı əsrdən başlamışdı, İngiltərədə var idi. 1-ə B, C. Almaniya siyasi parçalanmaya son qoyuldu, səhvdir, Amerikada müstəmləkələr yoxdur, protestantların din azadlığı Augsburg sazişindən tanınmışdı. Düzgün cavab 1-ə B, C, 2-ə C. 20-ci əsrin 20-ci illərində baş vermişdi. Fransa, bir də Belçika, Almaniyanın Ruy bölgəsinə qoşun yeritmişlər. Edam siyasəti, bu düzdür. Davos planı 1924-cü il, bu da düzdür. SSR Çexoslovakiyanın kommunist rejiminin yaradılması SSR müdaxiləsindən 2-ci Dünya müharibəsindən sonradır. Varşava müqaviləsi təşkilatı, bu da 2-ci Dünya müharibəsindən sonradır. Düzgün cavab 1, 2. Xronologiyanı soruşur. Azərbaycan SSR-nin 1921-ci ildə ilk konstitusiya qəbul olundu. Deməli, 1921. Hərbi kommunizm tətbiq olunub 1920-ci ildən tətbiq olunur. Birinci mütləq türkoloji qurultayı 26-cı ildə keçirilib. Naxçıvan Messeri 1924-cü ildədir. Deməli, düzgün cavab olacaq 2, 1, 2, 1, 4, 3. Heydər Əliyevin prezidentliyinin birinci dövründə Azərbaycan Respublikasının xarici siyasəti 1996-da 53 dövlət Lisabon sammitində ərazi bütövlüyümüzü tanıdı. Ümid körpüsü Naxçıvanda olduğu dövrdədir. ATƏM Heydər Əliyevdən əvvəldir. Və atəşkəslə bağlı Bişkek protokolunun imzalanması 94-cü ilə aid. Düzgün cavab 1 və 4.
Növbəti 56-cı sual Teymuri hökmdarı Şahruxun fəaliyyəti Səfəvilər dövlətini görmədi. Qaraqoyunlu dövlətinin asılı hala salınmışdı 1436-1447-ci illər. Paytaxtı Səmərqənddən Herata köçürmüşdü. Alaşkertdə məğlub olmayıb, qalib gəlib. Şirvanşahlar dövlətindən də hərbi ittifaq bağlamışdı. Düzgün cavab 2, 3 və 5. Növbəti 27-ci sual 19-cu əsrin 30-40-cı illər Azərbaycan. Mərkəzi Şamaxı olan Xəzər vilayətinin yaradılması 1840-cı ildədir. Deməli 2-yə A. Çar Balakən cəmaatının daxili müstəqilliğinə son qoyuldu 1830-cu ildə 1-ə B. İlk rus məskənləri də 1830-cu ildə salınmışdı C. Bəzi xanlıqların daxili müstəqilliyi yox idi. Şeyxülislam müftü də 1829-cu ildə. Düz cavab 1-ə B, C, 2-ə A. Deməli, növbəti situasiya sualımızdır. Deməli, burada situasiya sualını oxumalı, yəni təbii şagirdlərin hər biri özü oxuyub. Sadəcə düzgün cavabların izahını verir. Mətndə bəhs olunan dövrdə Rusiya və Fransa arasında imzalanmış sülh müqaviləsi bəllidir ki, 1807-ci ildə imzalanmış Tilsit sülhüdür. Ondan sonra birinci abzasda bəhs edilən koalisiyanın işini çətinləşdirən amillərdən birini yazın. Birinci abzasda Napoleona qarşı yaradılmış koalisiyadan danışılır. Orada da çətinləşdirən amil 1806-cı ildə Napoleon Berlini tutur, İngiltərəyə qarşı kontinental blokada haqqında dekret imzalanır və İngiltərə ilə ticarət əlaqələri qadağan olunur. Və eyni qaydada 1807-ci ildə Rusiya ilə imzalanmış Tilsit sülhü bunların işini çətinləşdirən amil bu idi. 59-cu sualın cavabı. 60-da mənbənin son cümləsinə əsasən Qacarlar ordusunun əldə etdiyi uğurlardan ikisi. Yəni burada 1808-9-cu illərin hərbi əməliyyatlarında Qacarların 2 dənə əsas uğuru var idi. Biri 1809-cu il Qarababa döyüşüdür. Biri də 1808-9-cu illərdə elə bir ki, Naxçıvanı tutandan sonra İrəvanı mühasirəyə almışdılar. İrəvanın mühasirədən azad olunması idi. Hər birinizə uğurlar.